Değerli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugünkü bölməmiz təyinedici vərdişlər və inkara vərdişlərdir. Təyinə vərdişlərin bir neçəsi işləmə baxımından digərləri ilə oxşardır, paralellik təşkil edir. Ona görə də biz bir neçə təyinə vərdiyi paralel şəkildə öyrənəcək. Ümumiyyətlə təyinə vərdişləri keçərkən biz 3 əsas məsələ üzərindən gedəcək. Bu vərdişlərin isimli işlənmə halı, isimsiz işlənmə halı, əvəzliklə işlənmə halı. İzah edəcəyimiz bütün təyini əvəzliklərdə bu ardıcılığı gözləyəcəyik. Təkcə bir də vurğulayıram. İsimli işlənmə halı, isimsiz işlənmə halı və əvəzliklə işlənmə halı. İlk öncə biz ol və boz əvəzliyindən başlayaq. Ağlı var, ol əvəzliyi hamısı, hər şey bütün mənasını verir. Boz əvəzliyi isə hər iki və ya hər ikisi deməkdir. Buradan iki nüansına diqqət edək. Ağlı varlar, biz bayaq qeyd elədiyimiz kimi ilk öncə isimlə işlənmə halından danışacaq. İsimlə işlənmə halında belə ol və boz əvəzliyinin bir neçə işlənmə halı var. Gəlin diqqətlə baxaq. Ağlı varlar, ol əvəzliyindən sonra necə isim işlənir? Ya sayılan cəm, ya da sayılmayan isim. Ya sayılan cəm, ya da sayılmayan. Boz əvəzliyindən sonra isə boz hər ikisi deməkdir. Ona görə də boz əvəzliyindən sonra biz nə işlədəcək? Yalnız və yalnız cəm isim işlədəcək. Ağlı bağlar, isimlə işlənmə halında hansı paralellik, hansı oxşarlıq var? Ol əvəzliyi birbaşa isimlə işlənir. Birbaşa isimlə all people, all information, all students, all sugar və s. Boz əvəzliyi də birbaşa isimlə işlənir. Boz hər iki deməkdir. Ona görə bozdan sonra biz employee deyil, employees deyəcəyik. Cəm isim tələb elədiyi üçün candidate deyil, candidates deyəcək. Yəni, üzr istəyirəm ki, yəni cəm isim işlədəcək. Ağlı bağlar, ol əvəzliyinin və boz əvəzliyinin birinci işlənmə halı nədir? Birbaşa isim. İkinci işlənmə halı isə z artiklı ilə işlənmə halıdır. Həm ol əvəzliyi, həm də boz əvəzliyi birbaşa z isimlə işlənir. Bu, İngilis dilində yalnız və yalnız ol və boz əvəzliyi üçün keçərlidir. Yəni, digər əvəzliklərdə, məsələn, some əvəzliyində, any əvəzliyində, Ayzədə, Nayzədə bu xüsusiyyətlər yoxdur. Yəni, siz some the books deyə bilməzsiniz. Some books deyəcəksiniz. Ayzə book ya da Ayzə the book deyə bilməzsiniz. Ayzə book deyəcəksiniz. Bir də vurğulayıram, birbaşa z isimlə işlənən İngilis dilində iki təyin əvəzlik var. Ol əvəzliyi və boz əvəzliyi. Ağlı olar, isimlə işlənmədə üçüncü məsələ ol əvəzliyinin və eləcə də boz əvəzliyinin of sözünü ilə işlənməsidir. Yəni, isimlə bu əvəzliklər arasında of sözünün işləndiyi haldır. Burada diqqətli olacaqsınız. Bu əvəzliklərlə isim arasında of sözünü olarsa, mütləq ismin əvvəlində hər hansı bir təyin edici söz olmalıdır. Təyin edici söz deyərkən nəyi nəzərdə tuturuq? Biz artiklı nəzərdə tuturuq. Biz işarə əvəzliyini nəzərdə tuturuq. Biz yəliş halda olan ismi nəzərdə tuturuq. Dolayısıyla bu təkcə ol və boz üçün keçərli deyil, ağlı bağlar. Bütün əvəzliklər oflu isimlərlə işləndikdə mütləq ofun əvvəlində hər hansı bir təyin edici söz olmalıdır. Yəni, all of the students deyəcəksiniz. All of students deyə bilməyik. All of my friends deyirik, amma all of friends deyə bilməyik. Eləcə də both of the visitors doğrudur, both of visitors səhvdir. Both of those candidates doğrudur, both of candidates səhvdir. Ağlı bağlar, əvəzliklə isim arasında of sözünü olarsa, mütləq ismin əvvəlində qeyd elədiyimiz təyin edicilər. Yəni, yəliş əvəzliyi ola bilər bu, işarə əvəzliyi ola bilər, yəliş halda olan isim ola bilər. Mütləq hər hansı bir təyin edici söz işlənməlidir. Ağlı bağlar, bu əvəzliklərin isimlə işləndiyi zaman xəbərləri necə olur? Ümumiyyətlə, ol əvəzliyi müstəqil xəbəri olan bir əvəzlik deyil. Məsələn, iç, evli, ayzəni, ayzə kimi bir müstəqil xəbəri yoxdur. Ol əvəzliyi aslı əvəzlikdir. Yəni, onun xəbəri yanındakı ismə görə dəyişir. Ol əvəzliyimizin xəbəri necə olacaq? Yanındakı ism əsasən. Yəni, ol, cəm isim, cəm xəbər, ol, sayılmayan isim, yəni tək isim, tək xəbər. Bir daha vurğulayıram ağlı bağlar. Ol əvəzliyindən sonra cəm isim gələrsə, xəbərimiz were cəm olar. Ol əvəzliyindən sonra sayılmayan isim gələrsə, yəni tək isim gələrsə, xəbəri tək olur. Boz əvəzliyindən baxaq. Boz əvəzliyindən sonra məlumdur ki, həmişə cəm isim gəlir. Cəm isim işləndiyi zaman xəbəri də cəm olacaq. Ağlı bağlar, yuxarıda dediklərimi sürətlə bir də özətləyirəm. İstər ol əvəzliyinin,
istərsə də boss əvəzliyinin isimli işlənmə halında 3 məsələ var. All və boss əvəzlikləri birbaşa isimlə işlənir. All boss əvəzlikləri z-li isimlə işlənir. All boss əvəzliklərlə isim arasında of sözünü gəlir. Bu zaman ismin əvvəlində hər hansı bir təyin edici söz olmalıdır. All əvəzliyinin xəbəri yanındakı ismə görə seçilir. Boss əvəzliyindən sonra həmişə cəm isim gəldiyi üçün boss əvəzliyində xəbəri həmişə cəmdədir deyə bilərik. Ağlı ballar, bu all və boss əvəzliklərinin isimli işlənmə halı idi. İndi isə biz bu əvəzliklərin isimsiz işlənmə halına keçirik. Həm all əvəzliyi, həm də boss əvəzliyi isimsiz işlənə bilir. All əvəzliyi isimsiz işlənərsə, mənaları fərqli olur. İsimsiz işlənərsə, hamı mənasında verə bilər, hər şey mənasında verə bilər. Ağlı olar, all əvəzliyi canlı isimlərdən bəhs elədikdə dilimizə hamı kimi tərcümə olunur. Məsələn, deyirəm ki, all are present. Hamı iştirak edir in the class. İnsanı nəzərdə tutduqda xəbəri cəmdə olur. Hər şey mənasında isə bunun xəbəri təkli olur və cansız əşyaları nəzərdə tutur. Nümunəyə baxsaq, all are here. Are mənə deyir ki, burada hamı buradadır. All is here deməli xəbər təklədir deyə hər şey olacaq. All əvəzliyi isimsiz işləndikdə dilimizə iki tür tərcümə olur. Hamı, hər şey. Hamı mənasında xəbəri cəm, hər şey mənasında xəbəri təkli olur. Boss əvəzliyi isə ağlı ballar isimsiz işləndikdə hər iki və ya hər ikisi deməkdir. Yenə iki nüansı olduğu üçün boss əvəzliyi isimsiz də işləndikdə xəbəri cəmdə olacaq. Ağlı ballar, bir daha vurğulayıram. All əvəzliyi isimsiz işləndikdə mənadan asılı olaraq xəbəri cəmdə olur, təkli olur. Boss əvəzliyi isə isimlə də işlənsə, isimsiz də işlənsə, yenə də xəbəri cəm olacaq. Və nəhayət ağlı ballar, biz bu əvəzliklərin əvəzliklə işlənmə halından danışacağıq. All və boss əvəzliyinin əvəzliklə işlənmə halından danışırıq. Ümumiyyətlə, əvəzliyin əvəzliklə işlənməsi üçün mütləq of sözünü olmalıdır. İki əvəzlik arasında mütləq of sözünü olması lazımdır ağlı ballar. All əvəzliyində də, boss əvəzliyində də ağlı ballar şəxs əvəzliklərindən sonra və tamamlıq əvəzliklərindən əvvəl işlənmə halı var. Lakin şəxs əvəzliklərindən sonra işlənmə halı demək olar ki, testlərdə çox nadir hallarda görünür. İşlənmə tezliyi yoxdur. Amma as usem ilə işlənmə halı daha çox geniş alıb, testlərdə daha çox görəcəksiniz. Ona görə o hissəyə vurğu eləyirəm. Ağlı ballar, all və boss əvəzlikləri, eləcə də digər əvəzliklər as usem ilə işlənməsi üçün mütləq of sözünü olması lazımdır. Ağlı ballar, biz bayaq dedik ki, all əvəzliyi müstəqil əvəzlik deyil. Onun xəbəri yanındakı ismə görə seçilir. Eyni məntiqi bura tətbiq eləsək, as usem əvəzlikləri cəm əvəzliklərdir. Ona görə də xəbəri nə olacaq? Avtomatik olaraq cəm olacaq. All of them xəbəri də cəm. Burada bir rahat bir qayda deyə bilərik ki, all əvəzliyinin xəbəri yanındakı sözə görə seçilir. Yuxarıda isim idi, aşağıdakı əvəzlikdir. Mən də sadələşdirib sizə deyirəm ağlı ballar. All əvəzliyinin xəbəri yanındakı sözə görə seçilir. Cəm isim, cəm xəbər, tək isim, tək xəbər, cəm əvəzlik, cəm xəbər. Oldu ballar, yanındakı söz cəmdirsə cəm, yanındakı söz təkdirsə xəbəri də təkli olacaq. Boss əvəzliyi isə məlumdur ki, boss əvəzliyi əvəzliklə də işləndikdə yenə hər iki mənasını verir, hər ikisi mənasını verir və avtomatik olaraq da xəbəri nə olacaq? Xəbəri cəmdə olacaq. Buradan sizə rahat şəkildə deyə bilərəm ki, boss əvəzliyinin xəbəri həmişə cəmdədir. Həmişə cəmdədir deyərkən nəyi nəzərdə tuturam? İsimlə də işlənsə, isimsizlə də işlənsə, əvəzliklə də işlənsə, xəbəri həmişə nə olur? Ümumiyyətlə, xəbəri həmişə cəmdə olur. İngilis dilində xəbəri hər zaman cəmdə olan yeganə əvəzliyimiz boss əvəzliyidir ağlı ballar. All və boss əvəzliyimiz bu qədər. Bir sonraki əvəzliyimizə keçirik. Oxşarlıqları olan, eyni zamanda fərqli cəhətlərdə olan each və every əvəzliklərinə keçirik ağlı ballar. Səbirli oluruq. Bəli. Each və every əvəzlikləri. Ağlı ballar, diqqətlə baxsaq, each hər bir, every yenə hər bir deməkdir. Deməli, bunların mənaları eynidir. Əslində, ingilis dilində each və every'nin məna çalarlarında müəyyən fərqlər var. Amma testlərdə biz heç bir halda bunların məna dərinliklərlə bağlı bir nüans olmur. İstənilən testlərdə, yəni nümunə olaraq deyirəm ki, each team nümunəsində rahat şəkildə biz every team də deyə bilirik. Dolayısıyla məna fərqlərindən bağlı bir məsələ testlərdə yoxdur. Each, every məna baxımından bir-birinə sinonimdir. Bayaqki dediyimiz məntiqi tətbiq eləyək, yəni əvəzliklərin işlənmə halları, isimli işlənmə halı, isimsiz işlənmə halı, əvəzliklə işlənmə halı. Ağlı ballar, each əvəzliyi, bax burada biri vurğulayıram, hər bir. Each əvəzliyi birbaşa hər bir deməkdir deyə, each əvəzliyi birbaşa sayılan tək isimdən işlənir. Bir var orada.
Deməli, sayılmayan isim gələ bilməz. Each information ola bilməz. Each birbaşa sayılan tək sayılmayan isim işlənmir. Eyni nüans every əvəzliyində də var. Every əvəzliyi birbaşa sayılan tək isimlə işlənir. Every student bərabərdir each student. Every member bərabərdir each member. Ağlıbalar, məntiqlə fikirləşsək də, birbaşa sayılan tək isim gəlirsə, xəbəri nə olacaq? Tək olacaq. Sayılan tək isim gəldiyi üçün xəbəri nə olması lazımdır? Tək olması lazımdır. Mən balalarım, sizə bir qayda deyim, digər bütün əvəzliklərə bunu tətbiq edə bilərsiniz. O əvəzliklərdən sonra birbaşa sayılan tək isim gəlir. Bax, həmin əvəzliklər of sözünü işləndikdə yanındakı sayılan tək isim cəm ismə çevrilir. Birbaşa sayılan tək isimlə işlənən əvəzliklərlə of sözünü gələrsə, sayılan tək ismin yerinə sayılan cəm isim işlədilir. Baxın balalar, each student olacaq each of the students. Each member bərabərdir each of those members. Each birbaşa sayılan tək, each of cəm isim. Təbii ki, bayaq da vurğuladıq ki, of varsa mütləq ismin əvvəlində hər hansı bir təyin edici söz olmalıdır. Amma diqqətli olsaq uşaqlar, each of cəm isim, amma xəbəri nə olacaq? Xəbəri təkli olacaq. Bayaq ol əvəzliyini izah edəndə sizə dedim ki, müstəqil bir əvəzlik deyil, özünə məxsus qaydası yoxdur. Amma ilk əvəzliyi və sonra sadalayacağım digər əvəzliklər var ki, onlar müstəqil əvəzliklərdir. Onların yanında nə işlənməsindən asılı olmayaraq xəbəri təkli olur. İlk həmin əvəzliklərdəndir. İlk xəbəri həmişə təkli olan əvəzliklərdir. Yəni, ilkdən sonra birbaşa sayılan tək isimdə gəlsə, ilk of gəlib, cəm isimdə gəlsə, xəbəri təkli olacaq. Ağlı balalar, keçirəm every-yə. Ağlı balalar, every əvəzliyi əsla və əsla heç bir halda of sözünü ilə işlənmir. Biz bunu törəmə əvəzliklərdə də görmüşdük. Somebody of, nobody of deyə bir şey yoxdur. Hələ irəlidə digər əvəzliklərdə bəhs edəcəyik. Every əvəzliyi of sözünü ilə işlənmir. Deməli, of sözünü ilə işlənmirsə, every ofdan sonra cəm ismin verildiyi bütün variantlarımız səhv olacaq ağlı balalar. Niyə? Çünki every əvəzliyi of sözünü ilə işlənmir. Ağlı balalar, hələlik biz burada ümumi qaydalar deyiləm, sonra iç və everinin həm ortaq cəhətlərini, həm də fərqli cəhətlərini ayrılıqda vurğulayacağam. Biz bu əvəzliklərin isimsiz işlənmə halına gəlirik ağlı balalar. İlk əvəzliyi isimsiz işlənə bilir. Nümunəyə baxın, bir neçə alim mərasimə dəvət olunmuşdu. Hər birinə mükafat verildi. Hər birinə, hər bir nüansı olduğu üçün İlk əvəzliyi isimsiz də işləndikdə yenə xəbəri tək olacaq. Baxın ağlı balalar, ilk birbaşa sayılan tək, xəbər tək. İlk, of, cəm isim, xəbər tək. İlk isimsiz işləndikdə xəbəri təkli olacaq. Ağlı balalar, biz bilirik ki, deməli, ilkdə bunu dedik, bəli, every əvəzliyi isimsiz işlənmir. Bu da everinin ilkdən digər bir fərqidir. İlk əvəzliyi isimsiz işlənir. Every əvəzliyi heç bir halda isimsiz işlənmir. Everydən sonra mütləq birbaşa sayılan tək isim gəlməlidir. Və nəhayət, üçüncü nüansımıza gəlirik. Əvəzliklə işlənmə halı. Əvvəlki hissədə dedik ki, əvəzliyin əvəzliklə işlənməsi üçün mütləq nə lazımdır? Of sözünü olması lazımdır ağlı balalar. Each of us bizim hər birimiz. Each of you sizin hər biriniz. Each of them onların hər biri. Ağlı balalar, burada bir xəta var. Bunların xəbəri cəm deyil, bunların xəbəri təkdə olacaq. Baxırıq, each of them has. Deməli, buradan hansı qənaətə gəlirəm? O qənaətə gəlirəm ki, ilk əvəzliyinin xəbəri həmişə təkdədir. Birbaşa sayılan təkdə gəlsə təkdir, of gəlib cəm də gəlsə təkdir, of gəlib as, use on, zem də gəlsə xəbəri təkdə olacaq. Every əvəzliyi əvəzliklə işlənmir. Niyə işlənmir? Çünki əvəzliyin əvəzliklə işlənməsi üçün of sözünü lazımdır. Every əvəzliyi isə of sözünü ilə işlənmir. Deməli, every əvəzliyi əvəzliklə işlənmir. Mənim ağlı balalarım, indi isə sizə ilk və every əvəzliyinin həm ortaq cəhətlərini, həm də fərqli cəhətlərini deyirəm. İlk və every əvəzliyinin ortaq cəhətləri nədir? 1. Tərcümələri. Hər ikisi hər bir deməkdir. 2. Hər ikisi birbaşa sayılan tək isimdən işlənir. 3. Hər ikisinin xəbəri həmişə təkli olur. Ağlı balalar, bayaq biz nə dedik? Os əvəzliyinin xəbəri həmişə cəm olur. İndi isə deyirəm,
iç və every əvəzliyinin xəbəri həmişə təkli olur. Ortaq cəhətləri bunlar. Fərqli cəhətləri nədir? Kifayət qədəri. İlk əvəzliyin işlənməsi geniş, every əvəzliyinin işlənməsi isə çox məhduddur. Diqqətli olursa, every əvəzliyinin onsuz da ingilis dilində bir dənə işlənmə halı var. Nədir? Every birbaşa sayılan tək və xəbərdə tək. Ağlı bağlar, every'nin bir işlənmə halı var, birbaşa sayılan tək. Deməli, each of cəmisim var, every of ifadəsi yoxdur deyə every of cəmisim işlənmə halı yoxdur. İlk əvəzliyi isimsiz işlənə bilir, every əvəzliyi isimsiz işlənə bilmir. İlk əvəzliyi əvəzliklə asiozemlə işlənir, every əvəzliyi of sözünündən işlənə bilmədiyi üçün də asiozemlə işlənə bilmir. Deməli, every əvəzliyi cəmisimdən işlənmir, every əvəzliyi isimsiz işlənmir, every əvəzliyi əvəzliklə işlənmir. Every əvəzliyi ingilis dilində işlənmə baxımından ən məhdud əvəzliklərdən biridir. Yadınızda qalsın, hələlik xəbəri həmişə təkli olan iki əvəzliyi öyrənirik. İlk, every atdıq bunu yaddaşınıza. Davam edirəm mənim ağlı ballarım. Gedirik və biz nəyə çatırıq? Ayzə və Nayzə. Bunlar əkiz qardaşlardır ballar. Bir-birinə ultra bənzəyirlər. Demək olar ki, tərcümələri xaricində və aşağıda qeyd edəcəm bir-iki nüans xaricində bütün göstəriciləri eynidir. Ayzə ikisindən biri deməkdir. Burada da iki nüansı var, diqqət. Ortada da var idi hər ikisi. Nayzə ikisindən heç biri deməkdir. Yəni Ayzə bildiyin birdir, Nayzə bildiyin sıfırdır. Olub olur. İkisindən biri də ikisindən heç biri. Gəlin bunların işlənmə hallarına baxaq. Təbii ki, birinci işlənmə halı isimli işlənmə halıdır. Burada nə deyəcəmsə, demək olar ki, kopyalayıb burada da deyəcəm ağlı olar. Ayzə əvəzliyi ikisindən biri deməkdir. Birdirsə, birbaşa nə gələcək ağlı ballar? Birbaşa sayılan tək isim gələcək. Yəni each choice, hər bir, daha doğrusu iki seçimdən biri. Ayzə novel, iki romandan biri. Olub ballar, biri deyirsə, tək isim deyirsə, xəbəri nə olacaq? Ayzə birbaşa sayılan tək, xəbərdə tək olacaq bağlı. Eyni şey Nayzə üçün də keçərlidir. Nayzə birbaşa isimdən işlənir, Nayzədən birbaşa sonra sayılan tək, xəbərdə tək gələcək. Ayzə choice, iki seçimdən biri. Nayzə choice, iki seçimdən heç biri. Ayzə novel, iki romandan biri. Nayzə novel, iki romandan heç biri. Ağlı ballar, burada bir dənə də əlavə edirəm. Çünki Ayzə buradadır. Nayzə room was painted. İki otaqdan heç biri onlar tərəfindən rənglənməyib nümunəsidir. Biz bayaq ilk əvəzliyini keçəndə nə dedik? Birbaşa sayılan tək gəlirsə, of gələndə nə olacaq? Sayılan cəmisimə çevriləcək. Təbii ki, Ayzər of cəmisim gələcək. Nayzər of cəmisim gələcək və balalar of gəlirsə mütləq ismin əvvəlində hər hansı bir təyin edici söz gəlməlidir. Yəni, Ayzə choice bərabərdir Ayzər of the choices. Nayzə choice bərabərdir Nayzər of the choices. Bu dilin işlənmə imkanlarıdır, dilin zənginliyidir. Məna baxımından heç bir fərqləri yoxdur ağlı ballar. Ağlı ballar, Ayzə və Nayzə əvəzlikləri də ilk əvəzliyinə bənzəyir. Yəni, xəbəri təkli olacaq. İstəyir birbaşa tək isim gəlsin, istəyir of gəlib cəm isim gəlsin, xəbəri təkli olacaq. Nayzə əvəzliyindən də xəbəri təkli olacaq. Niyə? Məntiqlə düşünsək, Ayzə ikisindən biri deməkdir, birin xəbəri təkdir. Nayzə ikisindən heç biri deməkdir, yəni sıfırdır. Sıfır və birlərin xəbəri həmişə təkdə olacaq ağlı ballar. Nümunələri artıq gözdən keçirərsiniz. Gəlirəm, Ayzə və Nayzə əvəzliklərinin isimsiz işlənmə halları. Bunlar isimsiz işlənirmi? Bəli. Həm Ayzə əvəzliyi, həm də Nayzə əvəzliyi isimsiz işlənir. Ağlı ballar adətən təkrarın qarşısını almaq üçün işlədilir. Nümunəyə baxın. We have read these books. Yəqin ki, burada these dediyi iki kitabdır. Biz bu iki kitabı oxumuşuq. You can take Ayzə ikisindən birini götürə bilərsən. Biz iki filmə baxmışıq. O iki filmdən heç biri maraqlı deyildir. Mütləq bunlar isimsiz işlənməsi üçün təbii ki, əvvəlində haqqında danışılan bir isim olmalıdır. Ağalar, indi isə Ayzə və Nayzə əvəzliyinin üçüncü işlənmə halından danışırıq. Yəni, əvəzliklə işlənmə halı. Ayzə və Nayzə əvəzlikləri əvəzliklə işlənirmi? Bəli, işlənir. Niyə görə əvəzliklə işlənir deyirik? Əvəzliyin əvəzliklə işlənməsi üçün nə lazımdır? Of sözünü lazımdır. Ayzədə, Nayzədə of sözünündən işləndiyi üçün deməli, Ayzə və Nayzənin də əvəzliklə işlənmə halı var ağlı ballar. Ayzər of us bizim ikimizdən biri,
Either of you sizin içinizdən biri, either of them onların ikisindən biri. Onların ikisindən biri. Biri dediyi üçün də xəbəri təkdə olacaq ağlı ballar. Eləcə də neither əvəzliyi as you them-lə işlənir. Bizim heç birimiz, sizin heç biriniz, onların heç biri. Heç biri dediyi üçün də əvəzliklə işləndikdə xəbəri təkdə olacaq ağlı ballar. Either və neither əvəzliklərinin kifayət qədər oxşarlıqlarını, ortaq cəhətlərini gördük. Bunların işlənmələrində bir fərq varmı? İki məsələni qeyd edəcəm ağlı ballar. Bir, either və neither'nin əsas fərqi tərcümələrindədir. Either ikisindən biri, ya o ya da bu. Neither ikisindən heç biri deməkdir. Deməli, either və neither'nin birinci fərqi leksik mənasındadır, tərcüməsindədir. İşlənmələri demək olar ki, tamamən eynidir. Digər bir məsələ nədir? Neither özü inkarlıq bildirir. İnkar olduğu üçün, inkar əvəzliyi olduğu üçün neither əvəzliyinin işlənmiş cümlədə ikinci inkar işlətmək olmaz ağlı ballar. Neither olan cümlədə ikinci inkar işlənməz. Gəldik bir sonraki möhtəşəm əvəzliklər cütünə. Onlar hansılardır ballar? Azə, ənazə. Azə başqa digər deməkdir. Ənazə içində qoca bir ən var ağlı ballar. Ən. Ənazə başqa bir. Başqa vergül bir deyil ballar bu. Başqa bir. Digər vergül bir deyil. Bu digər bir. Başqa bir deməkdir. O biri vurğulayaraq deyirəm. Çünki bizə lazımdır o. Ağlı ballar. Azə əvəzliyi ol əvəzliyinə bənzəyir. İşlənmə baxımından. Sama bənzəyir. Eniyə bənzəyir. Nədir bu oxşarlıq? Azədən sonra sayılan cəm və ya sayılmayan isim. Məsələn, bizim nümunəmizdə Azə passengers, Azə proposals var. Mən də bir sayılmayan isim əlavə edirəm. Azə information. Deməli, həm sayılan cəm, həm də sayılmayan isimlərdə işlədir. Ənazə isə başqa bir dediyi üçün mütləq sayılan tək. Sayılan tək. Sayılmayan isim gəlmir və ya cəm isim gəlmir, ağlı ballar. Burada da ənazə proposaldır. Diqqətli olasınız ağlı ballar. Bu texniki bir xətalar olur. Ənazə passenger, ənazə proposal. Ənazədən sonra sayılmayan isim işlənmir. Ağlı ballar, azə və ənazə əvəzliyi eyni zamanda of sözünü ilə də işlənmir. Nəyə bənzəyir? Every'yə bənzəyir, törəmələrə bənzəyir. Azə of sözünü ilə işlənmir. Eləcə də ənazə of sözünü ilə işlənmir. Azə əvəzliyi isimsiz işlənmir. Eləcə də ənazə əvəzliyi isimsiz işlənmir. Davam edirəm ağlı ballar. Bayaq biz dedik ki, azə və ənazə əvəzlikləri of sözünü ilə işlənmir. Of sözünü ilə işlənmirsə, deməli əvəzliklə də işlənmir ağlı ballar. Niyə? Çünki əvəzliyin əvəzliklə işlənməsi üçün of sözünü ilə işlənməsi lazımdır. Azə və ənazə of sözünü ilə işlənmədiyi üçün, deməli, əvəzliklə də işlənməyəcək. Ağlı ballar, biraz da bizim bəzi əlavələrimiz var. Diqqətli olasınız. Uşaqlar adətən daha çox bu hissədə xəta eləyirlər. Azə əvəzliyi ingilis dilində yeganə əvəzlikdir ki, əvvəlində əvəzlik işlənə bilir. Digər əvəzliklərdə bu nüansı yoxdur. Azə əvəzliyinin əvvəlində some, any, what, no, my və s. kimi əvəzliklər işlənə bilir. Və bu zaman nə baş verir uşaqlar? Azə əvəzliyinin əvvəlində əvəzliklər gələrsə, bu zaman artıq bunun işlənməsinə baxmırıq. Bu cümlədə təyin rolunda olacaq deyə, buradakı ismin işlənməsi bunlara əsasən olur. Baxın ballar, məsələn, nümunəyə baxıram. No as a person ya da no as a country kimi doğru cavablar var. Amma bizim uşaqlarımız o cavabları götürmək istəmir. Niyə? Çünki biz yuxarıdakı qaydada demişdik ki, azədən sonra sayılan zəm isim gəlir. Və uşaq da deyişmədim, niyə azədən sonra sayılan tək isim cavabını biz götürürük? Ağlı ballar, azə əvəzliyinin əvvəlində digər əvəzliklər gələndə azəni görməzdən gəlirsiniz. Və no əvəzliyindən birazdan danışacaq ki, azənin əvvəlinə digər əvəzliklər gələndə azə əvəzliyini görməzdən gəlirsiniz. No əvəzliyi istənilən isimlə işlənə bilir. No as a country də doğrudur, no as a countries də doğrudur. Bir də deyirəm uşaqlar. Azə ingilis dilində yeganə əvəzlik ki, əvvəlində əvəzlik işlənə bilər. Bu zaman yanındakı isim azə əvəzliyinə görə deyil, azənin əvvəlindəki əvəzliklərə görə seçilir ağlı ballar. Testlərdə adətən uşaqlar daha çox no another country cavabını götürmək istəyir. Buradakılar uşaqlar another'dir, diqqətli olun. Burada da another'dir.
Ağlı ballar ehtiyatlı olarsınız. Yəni adətən another person, another country götürmək istəyirlər. Another əvəzliyinin əvvəlində heç bir əvəzlik işlənmir. Other əvəzliyinin əvvəlində əvəzlik işlənir. Another əvəzliyinin əvvəlində heç bir əvəzlik işləmir ağlı ballar. Other və another ilə bağlı sizə nə özətləyə bilərəm? Hər ikisi isimdən işlənir. Kifayət qədər fərqli cəhətləri var. Birincisi tərcümələri fərqlidir. Other başqa digər, another başqa bir digərdir. Other sayılan cəm saymayan isim, another birbaşa sayılan tək isim. Başqa ortaqlıqları varmı? Var. Other və another əvəzlikləri of sözünü ilə işlənmir. Other və another əvəzlikləri isimsiz işlənmir. Oldu mu ağlı ballar? Bu şəkildə sizə bəzi ortaq cəhətlərini dedik. Gəlirəm digər bir məsələyə. Möhtəşəm ballar. Other əvəzliyinin törəmələrinə gəlirəm ağlı ballar. Other əvəzliyinin törəmələri the other, others və the others'dir. Rahat olandan başlayayım sizin üçün. Others və the others əvəzliyinin tərcümələrinə baxsaq, digərləri başqaları deməkdir. Yəni bunlar isimləşib. İsimləşibsə, deməli onlar isimlə işlənə bilməz. Ümumiyyətlə sonu s-lə bitən əvəzliklər ingilis dilində isimlə işlənir. Biz bunu hardan bilirik? Yəriş əvəzliyinin müstəqil formasında görmüşdük. Ours, yours, theirs və s. və ilaxır. Sonra s-lə bitən əvəzliklərimiz isimlə işlənmir. Bu əvəzliklər isimləşib, ismi əvəzləyir. Ona görə də bu əvəzliklərdən sonra əsla və əsla isim gəlməz ağlı ballar. Others ümumiyyətlə digərləri deməkdir. The others məlum digərləri deməkdir. Bunların testlərdə çox da hər ikisini eyni anda vermirlər. Çünki others və the others'ı fərqləndirmək üçün bir situasiya olması lazımdır, bir kontekst olması lazımdır. Dolayısıyla uzun cümlələr yazılması lazımdır. Testlərdə arzu olunan seçimlər deyil. Others ümumiyyətlə digərləri deməkdir. Məsələn, bəzi insanlar tənha səyahət etməyi sevir. Digərləri, yəni dünyadakı digərləri isə qrup şəklində səyahət etməyi üstün tuturlar. Amma bura baxsaq, bizim qrupdakı bəzi insanlar tənha səyahət etməyi sevir. Digərləri, məlum digərləri, hansı digərləri? Bizim qrupumuzdakı digərləri, məlum digərləri, o zaman the others olur. Yenə deyirəm, yəni testlərdə bu qədər dəqiq, dərin nüansları uşaqlar görə bilmirlər deyə. Siz testlərin bir çox hallarında others və the others arasında seçim etmək məcburiyyətində qalmayacaqsınız. The other əvəzliyi isə ehtiyatlı olun. The other əvəzliyi başqa, digər ya da başqası digəri mənası var. The other'nin bir isimlə işlənmə halı var və istənilən isimlə işlənir. Yəni no əvəzliyi kimi, the same əvəzliyi kimi ya da such kimi istənilən isimlə işlənə bilir. The other boy, the other boys, the other information. İsimsiz işlənmə halı nədir? İki şəxs və ya əşyadan ikincisi haqqında danışanda digəri ikincisi mənasını the other əvəzliyi isimlə işlənir. The other əvəzliyinin testlərdə doğru cavab çıxması üçün mütləq həmin cümlələrdə to və one olması lazımdır. Çünki the other 2 + 1 bərabərli 1 deməkdir. Yəni iki şəxs verir, onların biri haqqında məlumat verir, digər biri, bax burada qalan digər biri ingiliscə the other. Baxın uşaqlar, Tom dayının 2 evladı var. Onlardan biri Yaponiyadadır. Digəri, yerdə qalan ikincisi is in Türkiye, ikincisi digəri isə Türkiyədədir. Bax bu şəkildə ağlı ballar. Other əvəzliyinin törəmələri də bunlardır. Davam edirəm ağlı ballar. Səhv eləmirəmsə biz inkar əvəzliklərinə giriş eləməliyik. Bəli. Ağlı ballar, inkar əvəzliklərində də bu ortaq cəhətlər əslində inkar əvəzlikləridir. Təyin əvəzliklər deyil, amma işlənməsi təyin əvəzliklərə bənzədiyi üçün elə təyin əvəzliklərinin davamında da izah edirik ağlı ballar. No əvəzliyi və non əvəzliyi ağlı ballar. Yuxarıda bir daha yaxşı görə bilərsiniz deyə bir dəyişiklik edirəm. Ağlı ballar. Non əvəzliyi İngilis dilində yeganə əvəzlikdir ki, birbaşa isimlə işlənmir. Birbaşa isimlə işlənmir. Non a boy, non the boys kimi nümunələrimiz səhvdir. No əvəzliyi isə bəli, isimlə işlənir və no əvəzliyi ingilis dilində ən arzu olunan əvəzlikdir. Çünki istənilən isimlə işlənir. No boy, no boys, no sugar. İstənilən isimlə işlənir. Diqqətli olarsınız. No əvəzliyi ilə isim arasında other, more və sifət gələ bilər. Testlərdə görəcəksiniz ağlı ballar. No other questions, no more times və s. və ilaxıra no more time olmalıdır ağlı ballar. Diqqətli olarsınız. No more time. Ağlı ballar, non əvəzliyi ümumiyyətlə isimlə işlənmirmi? Xeyr. Non əvəzliyi birbaşa isimlə işlənmir.
Amma of gələrsə isimlə işlənəcək. Təbii ki, of gələrsə özündən sonra sayılan cəm isim gələcək. Ağıl olar, nan nə deməkdir? Heç biri deməkdir. Heç biri. Heç biri. No nə deməkdir? Heç. Nan heç biri deməkdirsə, o zaman xəbəri nə olacaq? Baxın, cəm isim xəbəri təkdə olacaq. Biz bayaq demişdik, birlərin və sıfırların xəbəri təkdə olmalıdır. Digər hissəyə getməzdən əvvəl yenə toparlayıram. Xəbəri təkdə olan əvəzliklərimiz each, every, either, neither və none. Oldu mu ağlı bağlar? Davam edirəm. Nan əvəzliyi isimlə işlənmə halı varmı? Yoxdur. Bu əvəzliklər isimsiz işlənmir. Bizə lazım nan of isim. No əvəzliyi də isimsiz işlənmir. Ağlı bağlar. Nan əvəzliyi of sözünü ilə işləndiyi üçün əvəzliklə işlənir. None of us bizim heç birimiz, none of you sizin heç biriniz, none of them onların heç biri. Xəbəri nə olacaq? Təbii ki, heç biri dediyi üçün də xəbəri təkdə olacaq. None of us is interested. Xəbəri təkdə olacaq ağlı bağlar. No əvəzliyi ağlı bağlar əvəzliklə də işlənmir. Niyə? Çünki of sözünü ilə işlənmir. No əvəzliyi ilə bağlı xüsusi bir nüansımız var. Diqqətli olarsınız. No əvəzliyi ilə isim arasında any ya da article gələ bilməz. Baxın, bu uşaqların ən çox sevdiyi variantlardan biridir. No əvəzliyindən dərhal sonra any əvəzliyi gəlməz. Ağlı bağlar. Çünki uşaq deyir ki, any inkar cümlələrində işlənir. No da inkarlıq bildirir. Niyə olmasın? Qayda deyir ki, bağlar. No əvəzliyi ilə any əvəzliyi yanaşı işlənməz. Eyni zamanda əvəzlik olan yerdə article olmadığı üçün no əvəzliyindən sonra article'ın olduğu bütün hallar səhvdir mən bağlarım. No və none ilə bağlı sizə deyəcəklərim bunlardır. Bir dənə diqqətinizi çəkim sizə none of və neither of məsələsinə. Neither of heç biri, none of heç biri. Ağlı bağlar. None of, neither of. Bunların hər ikisi də heç biri deməkdir. Hər ikisinin də xəbəri təkdədir. None, neither of ikisindən heç biri deməkdir. None of isə üçündən və ya daha çoxundan heç biri deməkdir. Deməli, iki şey haqqında danışırsa neither-ni götürəcəksiniz, çox şey haqqında danışırsa none-ı götürəcəksiniz ağlı bağlar. Neither və none arasında belə bir incə bir detal var. Diqqətiniz olsun ağlı bağlar. Təyin əvəzliklərimizi və inkar əvəzliklərimizi bitirdikdən sonra bağlar, bir dənə də sizin üçün yekun olaraq rahat olsun deyə bir də ümumiləşmə vermişik. Yəni, əvəzliklərin hamısının qısa bir xülasəsini sizə veririk ağlı bağlar. Bircə saniyə səbirli olacaqsınız. Biz bunu bir səliqəyə salırıq. Bəli. Biraz kiçildə bilirikmi tam ekrana? Kiçildə bilirik. Ağlı bağlar. Baxaq biz nümunələrimizə. İndi isə biz indiyə qədər keçdiyimiz əvəzliklərdə hansı nüanslar var? Hamısını ümumiləşdirib sizə qaytarırıq ağlı bağlar. Birincisi nədir? Özündən sonra birbaşa sayılan təksim gələnlər. Each, every, either, neither, one və another. Another ilə bağlı testlərdə bir uzlaşma testi yoxdur. Sadəcə özündən sonra birbaşa sayılan təksim gəldiyi üçün də bura qeyd eləmişik. Uşaqlar, each, every, either, neither, one birbaşa təksim, sayılan təksim. Təbii ki, özlərindən sonra birbaşa sayılan təksim gəlirsə, of gələrsə, o zaman xəbəri nə olacaq? O zaman xəbəri, daha doğrusu of gələrsə cəm isim olacaq, amma xəbəri təkli olacaq. One, each, either, neither, none cəm isim xəbərdə tək. Ümumiyyətlə, ingilis dilində xəbəri təkli olan əvəzliklər hansıdır? Xəbəri həmişə təkli olanlar. One, each, every, either, neither, none. Bunların xəbəri həmişə təklidir. İstəyir birbaşa təksim gəlsin, istəyir of gəlib cəm isim gəlsin, istəyir of gəlib cəm əvəzliklər olan as usem gəlsin, fərq eləməz. Xəbəri həmişə təkdə olan əvəzliklər. One, each, every, either, neither, none. Tutardı. Ağlı-bağlar. Davam edirəm. Xəbəri yanındakı sözdən asılı olan əvəzliklər, yəni müstəqil olmayan əvəzliklər. Bura aiddir. Sizə testlərdə lazımdır. All, some, any və most. Ağlı-bağlar. Enough'dır, azədir. Bu isimlə işlənməsi baxımından, a lot of-un da isimlə işlənmə baxımından bura qeyd eləmişik. Amma bilin ki, onlar əvəzlik deyil. Məsələn, a lot of bir əvəzlik deyil. Olmur. Yəni, isimlə işlənmə baxımlarında oxşarlıq var deyə qeyd eləmişik. Mən sizə sadə şəkildə deyirəm. Xəbərin yanındakı isimdən asılı olan əvəzliklər all, most, some, any. All, most, some, any. Bu əvəzliklərin xəbəri yanındakı sözdən asılıdır. Cəm isim, cəm xəbər, tək isim, tək xəbər, cəm əvəzlik, cəm xəbər olacaq ağlı bağlar. Bunların of və ya ofsuz gəlməsində heç bir fərq yoxdur ağlı bağlar. Testlərdə bəzən ümumiləşmə olur.
Bosun xəbəri həmişə cəm, Enambrofun xəbəri həmişə cəm, Severlin xəbəri həmişə cəm. No və the əvəzliyindən sonra, mən hətta əlavə edə bilərəm, the same əvəzliyindən sonra, such əvəzliyindən sonra istənilən isim işlənə bilər. Ağlı bağlar, bayaq vurguladığımız birbaşa z artiklı ilə işlənən iki əvəzliyimiz var. All və os əvəzlikləri. Yelik halda işlənə bilən əvəzliklərimiz hansılardır? Törəmə əvəzlikləridir və qarşılıq əvəzlikləridir. Yuxarıda birbaşa isimlə işlənməyən əvəzliklər verilib, yəni isimsiz işlədilə bilən əvəzliklər verilib. Bunlardan sonra mütləq isim tələb olunur, yəni isimsiz işlənə bilməyən əvəzliklər verilib. Eyni zamanda gördüyünüz nümunədə, gördüyünüz əvəzliklərdə həm isim, həm də bu əvəzliklər həm isim, həm də isimsiz işlənə bilər ağlı bağlar. Bu cədvəli yaxşıca əzbərləməniz tövsiyə olunur. Əvəzliklə bağlı sizə deyəcəklərimiz bu qədər. Diqqətinizə görə minnətdaram.